Bütün qurumların diqqətinə. Zex kimi tanınan bloger fırıldaqçılıq sistemi sayəsində bütün Azərbaycandan 5 milyon manat oğurladı. Bu tip videolar qaçırmamaq üçün abunə olub, bildirimlər açın və video like atmağı unutmayın. Video axıra kimi izləyin. Bu Zeus 2019-da YouTube'a ox atma videosu ilə başlayıb və ilk öncə də qardaşları ilə video çəkir, yaxud da Azərbaycanda yeni videolar yaradan insan idi. Ta ki görür ki YouTube'da videoları, yüklədiyi videolar az izlənir və qabağa gedə bilmədiyi üçün 2024-cü ildə yeni tip videolara keçir. Burada da qaqalar, TikTok aləmləri və davadalaş tipli videolar çəkir. Bilir ki, Azərbaycanda həm tanınmışsınsa belə videolar izlənəcək. Videolar izləndikcə yaxşı gəlir əldə edəcək, həm kütləyici əldə edəcək, həm də ki daha da qabağa gedə biləcək kütləyici baxımdan. Və istədiyi kimi oldu, reaksiyalar çəkdi və TikTokda sevilməyən simalara söz atdı, kütləyicisini yığdı. Daha sonra bir il əvvəl son videosu kimi paylaşdı. Son videosunu paylaşmağa baxmayaraq TikTokda, YouTube'da, Instagramda və bütün platformalarda sevildiyini gördü. Hər kəs onun qayıtmağını istədi. Hər kəs deyəndə əksəriyyət platformada əksəriyyət insanlar onun qayıtmağını istədi və böyük dəstək göstərdi. Ta ki aralarında Roş Live ilə söhbət yarandan sonra onu da bu videoda izləyə bilərsiniz. Yarandıqdan sonra o YouTube'a geri qayıdır və geri qayıtdıqdan sonra bu videosunu çəkir. Və Zeus həqiqətən də görür ki, onu sevən, dəstəkləyən çoxdur. O da başlayır qazandığı maşınları, pulları göstərməyə və bu da bir çoxunu cəlb eləyir. Hər kəs rahat pul qazanmağı axtarır. O Zeus də fikirləşir, necə eləyə bilərəm, nətər eləyə bilərəm və ağlına ideya batır ki, real biznes yaradır. Real biznesdə də yatırım edirdin, şəhərlər, ağac falan belə binalar alırdın. Yəqin ki, bir çoxunuz bilər, burada da bu videom haqqda var və yatırıma görə gündəlik pul qazanırdınız və qazandığınız pulu buradan vəsaitindən çıxara bilirdiniz. Ta ki hər şey yaxşı gedirdi, Zeus müəyyən bir izləyici kütləsi orada yığmışdı və müəyyən vəsait yığmışdı, ta ki xəbərlərdə açıqlanana kimi. Bütün qurumların diqqətinə. Zex kimi tanınan bloger Real Biznes fırıldaqçılıq sistemi sayəsində bütün Azərbaycandan 5 milyon manat oğurladı. Faktla bağlı araşdırmalar aparılır. Zeus də bu hadisədən sonra yenidən bu tip videolar çəkməyə davam edir. Bilir ki, bu tip videolar çəksə yenidən istədiyi kütləni yığa biləcək, həm də ki biraz fasilə vermiş olacaq, çünki izləyicilərin güvənini itirib. Ona görə də boş-boş TikTokda olan boş-boş insanlara söz atır və yenidən eyni tip videolar çəkməyə başlayır. Trenddə, gündəmdə olan TikTokerlərə ta ki güvənini qazanana qədər. Videolardan sonra Zeus bir müddət elə davam edir və necə güvən qazanacağını düşünür və güvən qazandıqdan sonra yenidən izləmələr düzəldikdən sonra necə daha da çox pul qazanacağını düşünür, həm də ölkədən xaricdə və yeni bir yatırım saytı çıxarır. Bu yatırım saytı taksimetrdir. Burada maşınlar alırsan və bahalı, ucuz maşınlar olur. Onlar da sizə gündəlik gəlir verir və o gəlirlərə əsasən siz pulları yığıb kart vasitəsilə çıxarış eləyə bilirsiniz. Özü də 850 manat çıxarış eləyir və izləyiciləri yeni bir yatırım eləməyə tövsiyə edir və beləliklə yeni qurbanlarını seçir. Ona görə çalışın, izləmək hər kəsin öz işidir, kim kimi izləyir, nə edir özü bilər. Amma çalışın, elə mərc oyunlarına, yatırım saytlarına pul yatırmayın. Məntiqli fikirləşin ki, siz necə 1 manat qoyub, 1 manatı məsələn bir aya 10 manat eləyə bilərsiniz. Sayt üzərindən o təbii ki, bir yerə kimi eləyəsiniz, sonra götürdüyünüz puldan da artığın
o sayt qoyasınız və sayt bağlanacaq. Yəni hər tərəfli dala düşmüş olacaqsınız. Ona görə çalışın belə fırıldaqçılardan, fırıldaq şeylərdən uzaq olun. Daha yaxşı kanallar izləyin, örnək olan kanallar izləyin və özünüzü inkişaf elətdirməyə çalışın.